Həsən Haqverdiyev portret və karikatura kimi janrlarda öz sözünü demiş görkəmli rəssamdır. Həsən Haqverdiyev Cənubi Azərbaycanda anadan olsa da sənət təhsilini Bakıda alıb. O Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və hətta bir müddət görkəmli rəssam Əzim Əzimzadənin tələbəsi olub. Həsən bəy hələ tələbəlik illərində Respublika sərgilərində gitara çalan oğlan və İçəri şəhər motivləri kimi əsərləri ilə iştirak edib. Həsən Haqverdiyevin əsərləri janr, mövzu və forma müxtəlifliyi ilə seçilir. Rəssam xüsusi mənzərələrin, kənd həyatı təsvirlərinin mahir ustası idi. Onun balaca çoban, çoban qız, yaylaqda kimi tablolarında təbiətə və sadə insanlara olan sevgisi aydın görünür. O həmçinin karikaturaları ilə məşhurluq qazanmışdı. Bu səbəbdəndir ki, Həsən Haqverdiyev Kirpi jurnalında fəaliyyət göstərib. Həsən bəy həm də portret janrının inkişafında müstəsna rol oynayıb. Həsən Haqverdiyev Azərbaycan mədəniyyətinin görkəmli simaları Qara Qarayev, Niyazi, Səttar Bəhlulzadə daxil olmaqla bir çox sənət xadiminin yadda qalan portretlərini yaradıb. Rəssam həm də teatr dekorlarının hazırlanması ilə tanınırdı. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş İki ağanın bir nökəri kimi tamaşası və Yevgeniy Onegin operası üçün dekor eskizlərinin müəllifidir. Məşhur Rusiyalı rəssam Viktor Vasnitsovun Üç Bahadır rəsm əsəri var. Burada at üstündə təsvir olunan üç mifoloji qəhrəmanı görə bilərik. Sözü gedən əsərdən təsirlənən rəssamlar arasında Həsən Haqverdiyevin də adı çəkilir. Həsən bəyin 1974-cü ildə təsvir etdiyi əsər məhz Üç Bahadırdan ilhamlanıb. O İsmail Dağıstanlı, İsmail Osmanlı və Mehdi Məmmədovun SSR xalq artisti fəxri adını alması münasibətilə teatrımızın Üç Bahadırı adlanan tablo yaradıb. Həsən Haqverdiyevin övladları da incəsənət sahəsində tanınıblar. Söhbət əməkdar artist, aktyor Əli Haqverdiyev, xalq rəssamı Heykəltaraş Hüseyn Haqverdiyev, görkəmli rəssam Ucal Haqverdiyev və əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Zenfira Qafarovadan gedir. 90 FM